Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 14 iyun tarixində bir xəbər diqqətinizə çatdıracağıq. Məlum olduğu kimi son zamanlarda kərə yağının qiymətində kəskin şəkildə artımlar müşahidə olunur və bu sosial şəbəkələrdə geniş müzakirələri və narazılıqlara səbəb olur. Bu mövzu ilə bağlı bir açıqlamamız və rəyimiz olacaq. Belə ki, bu il yanvar-aprel aylarında ixal edilən kərə yağının 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,2% artaraq 11 manat 90 qəpiyə bərabər olub. Bu dövrdə Azərbaycanda ixal kərə yağının orta satış qiyməti 23 manat 59 qəpik, yerli kərə yağının orta satış qiyməti isə 20 manat 90 qəpik təşkil edir. Bəs maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı? İqtisadçı ekspert Pərviz Heydərov Kaspi qəzetinə açıqlama verib bununla bağlı və ekspert bildirib ki, qiymət artımının əsas səbəbi ixaldan asılıdır və kərə yağına olan tələbat da burada öz sözünü deyir. Mütəxəssis bildirir ki, kərə yağı ilə bağlı ixaldan asılı olmağımızın səbəbi isə ölkədə heyvandarlıq sahəsində geriləmə ilə bağlıdır. Əgər bu sahədə inkişaf təmin edilməsə, gələcəkdə qiymət artımının davam etməsi qaçınılmaz olacaq deyə iqtisadçı ekspert açıqlamasında bildirib.